Müsəlman ölkələrinin çoxusu dünya quldurlarının müqabilində Qur'anın bu ayəsinə əməl etmirlər. Bismillahirrahmanirrahim. Və əiddu ləhum məstəta'tum min quvvə. Bacardığınız qədər düşmən müqabilində qüvvət hazırlayın. Müsəlman ölkələrinin çoxusu bu ayəyə əməl etmirlər heç. Amerika və İsrail kimi quldurları özləri üçün qüdrət bilirlər. Qüdrətin olmamağı nefti, qazı, qızıl mədənləri, sərvəti olan bir ölkə üçün təhdiddir. Çünki dünyada Amerika, İsrail və İngilis kimi quldurlar var. Bunlar gelirlər ölkələrə, o ölkənin neftini, qazını, qızıl mədənlərini, sərvətini ələ keçirdirlər və o xalqı zəlil edirlər, özlərindən asılı edirlər. Allah Quran-ı Kərimdə buyurur, Bismillahirrahmanirrahim, وَلِلَّهِ الْإِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ. İzzət Allaha, Peyğəmbərə və möminlərə məxsusdur. Bəs nə üçün dünyada müsəlman cəmiyyətlərinin çoxusu zillət içində yaşayırlar? Bunun səbəbi dediyimiz kimi həqiqi tövhid prinsipindən və İslamın həqiqi maarifindən uzaq düşdüklərinə görədir. Müsəlman ölkələrinin İmam Hüseyn əleyhissalamın məktəbindən dərs almağa ehtiyacları var. İmam Hüseyn əleyhissalamın məktəbindən dərs alanlar tikə-tikə doğransalar belə zillətə boyun əyməzlər. Tikə-tikə doğranmağı izzət bilirlər. Həqiqi tövhid prinsipindən yaşayanlar heyhat minnəz-zillə. Zillət bizdən uzaqdır deyirlər və əməli şəkildə də həyata keçirdirlər. Misli la yubayi'u misləh. Mənim kimisi Yezid kimisinə beyyət etməz deyib əməli şəkildə də həyata keçirdirlər. İmam Hüseyn əleyhissalamın Kərbəlada səsləndirdiyi bu şüarlar ki, bugün də İmam Hüseyn əleyhissalamın məktəbindən dərs alanlar səsləndirirlər, həqiqi İslam məarifindən və tövhid prinsipindən qaynaqlanan məarifdir. Mömin zillət içində yaşaya bilməz. İmam Hüseyn əleyhissalam buyurur, zillətlə yaşamaqdansa izzətlə ölməyi seçirəm. Mən yalnız ölümü izzət bilirəm, zalimlarla yaşamağı isə zillət bilirəm.